En son kimse sual vermişti ve onu izah elədik. Bu sual aydındırsa keçək növbəti suala, növbəti hissəyə daha doğrusu. Yoldaşlar, after before tərcümələr necə alınır? Before əvvəl, after sonra deməkdir. Düzdürmü? Biz bayaqları qayda izahında nə dedik? Dedik ki, zaman budaq cümlədə gələcək ilə bitmiş zamanlar işlənməz. Düzdürmü? Amma burada bir istisnamız var. Bitmiş zamanlardan keçmiş, bitmiş istisna olaraq after'dən sonra işlənə bilər. O da niyə işlənə bilər? Gəlin bu cümlənin tərcüməsindən öncəlinə baxaq. Kevin had finished his work before he went out with friends. Kevin işini bitirmişdi, dostları ilə çölə çıxmamışdan qabaq. Bunu zaman xəttində bir dənə təsəvvür etsək, bax, bu danışıq anımız, yəni hal-hazırki zaman. Kevin çölə çıxmamışdan qabaq, yəni çıxmağı bu an olsun, qabaq tapşırığını bitirmişdi. Demək, tapşırığını bitirməsi birinci hərəkətdir, çölə çıxması ikinci hərəkətdir. Bunu qəbul edirik, yəqin ki. İndi bir şey deyəm, bax. Mən tutaq ki, burada before'nu silib, after yazsam. Before əvvəldir də, düzdürmü? Əvvəl yerinə sonra yazsam, sizcə bu hərəkətlərin ardıcıllığı necə dəyişəcək? Ya da mən kömək edeyim. Yəni burada nə olacaq? Yəni əvvəl olan cümləni sonra ilə dəyişsəm, təbii ki, o əvvəl sonra olan hərəkətlərin yerləri dəyişməlidir, düzdürmü? Onda nə hadisəsi baş verəcək? Mən bu cümləni after ilə yazmış olsam, bu cümlə əvvələ keçəcək, bu cümlə isə sonraya keçəcək. Başa düşdünüz nə demək istəyirəm? Baxın, burada da görə bilərsiniz əyani şəkildə. Kevin went out with friends after he had finished his work. Kevin tapşırığını bitirəndən sonra dostları ilə çölə çıxdı. Demək, yenə birinci bitirir, sonra çölə çıxır da, düzdürmü? Sadəcə fikir verin hərəkət ardıcıllığına. Biz keçmiş, bitmişi normalda harda yazmışıq? Before'dan əvvəl yazmışıq, düzdürmü? Amma after də hara gəlib düşür? After də isə özündən sonraya gəlib düşür. Niyə? Çünki artıq əvvəl sonra dediyimə görə burada yer dəyişmə olur da məcburiyyətdən. Və biz bayaqlar deyirdik, budaq cümlədə gələcək ilə bitmiş zamanlar işlənməz. Düzdürmü? Bir dənə istisna, təkcə istisna bax burada bu after ilə bağlıdır. Yəni afterdən sonra təkcə istisna olaraq keçmiş, bitmiş işlənə bilər. O da niyə görə işlənir? Elə bir before'nu tərsinə çevirdiyinə görə. Yəni before'da olan bu cümlə gəlir bu tərəfə düşür, bu cümlə isə gəlir əvvələ düşür. Məhz buna görə tək istisnamız nədir? After'dir ki, özündən sonra keçmiş, bitmiş işlənə bilər. Amma ümumiyyətlə götürdükdə nə after, nə də before'lu cümlələrdə keçmiş, bitmiş yazmanız zəruri deyil. Yəni yazmaya da bilərsiniz. Hər iki tərəfi keçmiş sadə də yaza bilərsiniz. Çünki bizim dildə də elə deyilir. Məsələn, bir var bu cümlə ilə, gəlin bu cümlənin fərqinə baxaq. Deyirəm, daha doğrusu Kevin çölə çıxmamışdan qabaq tapşırığını bitirmişdi. Bir də var, deyirəm, çölə çıxmamışdan qabaq tapşırığını bitirdi. Yəni bitirmişdi də deyirik bəzən. Ya da bitirdi də deyirik, düzdürmü? Elə ingilislərdə eyni şəkildə işlədir. Ya da after olan cümləyə baxın. Kevin tapşırığını bitirmiş olandan sonra çölə çıxdı. Ya da bitirəndən sonra çölə çıxdı. Yəni fərq etməz. Yəni bizim dildə olduğu kimi, yəni stil bitmiş formaya, yəni mış ilə də deyə bilərəm həmin cümləni. Ya da sadəcə keçmiş sadə şəklində tərcümə edib keçə bilərəm. Aydın oldu. Amma birdən, yəni budaq cümlədə bitmişləri silirik ya, amma bir dənə istisnamız nə olacaq yoldaşlar? After. Bir dənə ona diqqət edin. Afterdən sonra keçmiş, bitmiş işlənə bilər. O da niyə işlənir? İşləndi. Yuxarıdakı nümunəyə gördüyünüz kimi before'nun əvvəlindəki bitmiş gəlir afterdən sonraya düşdüyü üçün. Gəlin suallara baxaq. Bu sualın cavabı nə olar? Yəni bir dənə qayda harda pozulur? After'də pozulur. Qalan heç birində pozulmur. Normal şəkildə işləyirsiniz. B variantı. B yox. Budaq Dedim cümlə mən.
Budaq cümlə nə işləmir? C Gələcək variantı ilə mı? D variantı. D, C C, C. variantı. Budaq cümlə nə işləməz? Gələcək ilə bitmiş zamanlar. Bax, normal şəkildə afdə olanda diqqət edin. Ha, qalan hallarda yəni normal şəkildə gələcək və bitmişlər işlənməz. Onda bax, gələcəyi sildim, gələcəyi sildim. Burada bitmiş var, bunu sildim. 2 dənə variant qalır. Və burada D variantı has indiki zamandır, came keçmiş zamandır. İndiki ilə keçmiş olmaz. Cavab qalır C. Keçmiş, keçmiş. Bitdi. Siz after olanda bir dənə diqqət edin. Qalan hallarda normal şəkildə budaqda gələcək və bitmişdə işləmir. Baxın, Elbəy, bu sualda after yazılıb bağlayıcı olaraq və sizcə cavab nədir? A variantı. Yox. Y variantı. Y variantı. Bəli. Normalda biz budaqda nə işlətmirik? Gələcək ilə bitmişləri, düzdürmü? Amma after olanda biraz istisnadır da, after bir dənə istisnadır ki, özündən sonra keçmiş işlənə bilər. Bir dənə variantlara baxaq, uzlaşma olaraq çıxaq. Play indikidir, not keçmişdir. İndiki keçmiş olmaz. B-də have indikidir, not keçmişdir. İndiki ilə keçmiş olmaz. D-də have indikidir, had keçmişdir. İndiki keçmiş olmaz. Qaldı 2 dənə variantımız. C variantı, bir də Y variantı. C variantı had keçmiş, not keçmiş. Y-də played keçmiş, had keçmiş. Amma biz keçmişmişi after'də hara yazırdıq? Özündən əvvələ yoxsa özündən sonraya? Özündən Sonraya. sonra. O zaman cavab olacaq Y variantı. Və tərcüməsi belə alınır ki, uşaqlar bağda yenidən oynamağa davam etdilər. İşçilər divarı aşırdandan sonra. Yəni aşırmış olandan sonra uşaqlar oynamağa davam etdilər. Yəni birinci bu Bəli. hadisə, bəli. Orada played knocked olsaydı da, yəni hədsiz, onda da düzgün variant götürə bilərdik də, yəni. Bəli. Sadəcə bayaqlar onu da dedim də. Yəni aşırmış olandan sonra yox, elə aşırdandan sonra da deyə bilərdik. Yəni played knocked olsa düzdür, bəli. Yaxşı, bu sualla bağlı qaranlıq qalan bir şey var. Yoxsa davam edeyim. İndi gəldik biz zaman budağı cümləsinin 90% bu qədər. Amma biz zaman budağı cümləsinin testləri işləyərkən sinsi ilə heç qarşılaşmadıq. Yəni səbəbi nədir? Sinsi mən ayrıcı olaraq hər zaman tələbələrə öyrədirəm ki, o da niyə? Since yeganə zaman bağlayıcısıdır ki, yoldaşlar, bütün zaman uzlaşma qaydalarını pozur. Məhz buna görə sinsin ayrıca olaraq bu şəkildə qaydası var ki, biz onu bu şəkildə öyrənirik və testlərə də bu formada tətbiq edirik. Since-dən sonra yadda saxlayın, ya time adverb zaman zərfi işlənər, ya da keçmiş sadə zamanlı cümlə işlənər. Qarşı tərəfdə isə ya present, ya da ki past perfect zamanlar işlənər. Yəni ya indiki, ya da keçmiş, bitmiş zamanlar işlənər. Sinsin də mənası nə deməkdir? Bəri deməkdir. İndi bax, nümunə üzərindən baxaq. We haven't seen Kevin since 2000. Biz Kevin'i 2000-ci ildən bəri görmürük. Biz burada nə işlətmişik? 2000-ci il nə sayılır? Zaman zərfi sayılır. Bax, burada time adverb dediyim hissə budur. Hökman deyil, il yazım. Məsələn, yaza bilərəm ki, biz Kevin'i since Monday, birinci gündən bəri görmürük. Since April, apreldən bəri görmürük. Və yaxud da və s. ifadələr işlədə bilərik. Yəni, buradan since-dən sonra işlənən zaman ifadəsi time adverb sayılır. Amma hökman deyil ki, mən burada since-dən sonra götürüm elə ancaq zaman zərfi yazım. Since-dən sonra zaman zərfi yerinə əvəzini orada cümlə də işlədə bilərik. Məsələn, 2000-ci ildə bir hadisə baş versin, da ili xatırlamırsan, amma hadisəni xatırlayırsan. Da bu ilin yerinə götürürsən nə yazırsan? Keçmiş sadə zamanlı bir cümlə yaza bilərsən. Məsələn, we haven't seen Kevin since he left the city. O şəhəri tərk edəndən bəri, yəni Kevin'i görmürük. Yəni şəhəri tərk edəndən bəri Kevin'i görmürük. Gəlin bu zaman xəttində də baxaq. Bu now, yəni danışıq anımız, yəni hal-hazırki zaman. Bu da 2000-ci il olsun. Ya da şəhəri tərk etdiyi an olsun. Bax, şəhəri tərk edəndən bəri biz Kevin'i görmürük. Hadisə gəlib ara çıxır günümüzə.
Yəni 2000-ci ildən bəri biz çevirini görmürük. Hələ də görmədiyimizi göstərir. Yaxşı, biz since-in qarşısında present perfect işlətdik, düzdürmü? Amma aşağıda yazmışam ki, past perfect də işlənə bilər. Üzülürsən. Since-in qarşısında past perfect də işlənə bilər. Amma past perfect işlətmək üçün mütləq ki, bax mütləq ki, keçmiş zamanlı hər hansısa bir üçüncü bir cümlə olmalıdır. Məsələn, bax tutaq ki, belə bir hadisə baş versin. We met Kevin yesterday. Biz Kevinlə dünən görüşdük. Sonra ardınca deyirəm ki, we hadn't seen him since 2000. Biz onu 2000-ci ildən bəri görmürdük. Bax bunu zaman xəttində göstərim, tam aydın olacaq. Lap bunu aşağıda yazaq. Aha. Bax bu danışıq anımız olsun. Bir yenə 2000-ci il olsun. Bu da dünən görüşdüyümüz an olsun. Yesterday. Və indi bax cümləyə bax. Biz Kevinlə dünən görüşdük. Bax dünən görüşdüyümüz an bu an olsun. Biz onu 2000-ci ildən bəri görmürdük. Bax görmürəm. Gəlir harda dirənir hadisə? Dünəndə, yəni dünən görüşdüyüm anda dirənir qalır da orada, düzdürmü? Və onda da görmürəm demirəm. Çünki görmürəm deməyim üçün yuxarıya baxın. Gəri hadisə gəlib hara çıxsın? Bu günümə gəlib çıxsın. Və burada hadisə yeri bir dünəndə qırılır deyə artıq Kevin'i biz 2000-ci ildən bəri görmürük, yox, görmürdük deyirik artıq. Aydın oldu nə demək istədiyimiz? Yəni biz dünən Kevin'lə görüşdük, biz onu 2000-ci ildən bəri görmürdük. Ya da ki biz Kevin'lə dünən görüşdük, biz onu şəhəri tərk edəndən bəri görmürdük. Bu halda nə işlətdik yoldaşlar? Artıq keçmiş, bitmiş zamanlar işlətdik. Demək, indiki bitmiş zaman işlənəndə yəni əlavə cümləyə ehtiyac yoxdur. Amma keçmiş, bitmiş zaman yazmaqdan ötürü mütləq ki, əlavə bir cümlədə olmalıdır. Aydın oldu. Gəl indi bunları test üzərində tətbiq edək. Tutaq ki, belə bir sualımız var. Sizdə cavabı nədir? Y variantı nədir? Yox. A variantı. Bəli. A variantı. Doğrudur. A variantıdır. Demək, yoldaşlar, burada bağlayıcımız nədir? Since. Hani bir dənə işarə edək. Since'dir. Since'dən sonra hansı zaman işləndi? Keçmiş sadə zaman, düzdürmü? O zaman bu will enter gələcəkdir. Have enter indiki bitmiş. Had enter keçmiş bitmişdir. Keçmiş sadə harda var? Bir A'da var, bir də Y'də var. Qarşısında isə nə işlənirdi? Bitmiş zaman. Orada Y'dəki bitmiş deyil. Burada cavab nə qalır? A variant. Has become indiki bitmiş. Enter'də keçmiş sadə zaman. Deyir ki, onun həyatı çox dəyişib. Universitetə daxil olandan bəri. Bax, bir də qaydanı incə dedik. Bax, qayda budur. Bax, uzağa getməmişik. Bax, burada. Bax, since-dən sonra hansı zaman işlənəcək? Past simple. Yəni, hansı zaman? Keçmiş sadə. Qabağında nə işlənəcək? İndiki bitmiş ya da keçmiş bitmiş zamanlar işlənəcək. Bu qədər sadə. Özündən sonra Sual bəli. verebilirim. Orada Verdim. keçmiş indiki uzlaşmasına baxmırıq onda. Yox, baxmırıq. Bayaqlar onu dedim də, yəni siz yeganə zaman bağlayıcısıdır ki, uzlaşma qaydasını pozur. Uzlaşma qaydasını burada pozur da, indiki ilə keçmiş uzlaşır. Aydın oldu? Və ona görə də sinsi biz ayrıca olaraq öyrənirik. Yaxşı, indi gəlin digər bir suala baxaq. Sual dəyişdi müəllim, yoxsa eyni sualdır? Biraz dəyişmişəm sualı. Eyni sualdır, amma biraz dəyişmişəm. B variantı. Doğrudur. Yoldaşlar, sinsidən sonra nə işlənəcək? Keçmiş sadə. Demək, indiki bitmiş, keçmiş bitmiş. Bu bitmişləri silirəm. Keçmiş sadə harda var?
A-da var, B-də var, bir də Y-də var. Entered, entered, entered. Qabağında nə işləyəcək? Bitmiş zaman. Y-dəki bitmiş deyil. O zaman bu da getdi. İki dənə variant qalır. Çünki A-dakı da bitmişdi, B-dəki də bitmişdi. Amma biri indiki, biri keçmişdi. Amma mən burada cavabı A yox, B götürəcəm. Niyə? Çünki burada üçüncü cümləmiz var ha. Noticed. Hansı zamanda işlənib? Keçmişdə. Onlar gördülər. Gördülər keçmiş zamandırsa, o zaman sağ tərəfi də nəyə çevirir bu? Keçmişə çevirir. Yəni gördülər keçmişsə, əgər bir şeyi keçmişi də görürlərsə, demək gördükləri şey də keçmiş olmalıdır. Onda yəni has yox, orada nə işlənəcək? Əlbəttə ki, had olan variant olacaq. Doğru cavab olur B variantı. Başa düşdünmü? Sonra növbəti. B variantı. Bəli. Burada since-dən sonra nə axtaracağam? Keçmiş sadə zaman. Bax, had left. Bunlar bitmiş zamanlar. Siləcək. Geçmiş sadə harda var? Bir B-də var, bir B-də var. B variantı. Burada məsələn, to be sure. Amma bu Müəllim, qrup bəli, səsiniz getdi, müəllim. getdi. Eşidilir indi. Bəli, indi eşidilir. Müəllim, sizdən əvvəl indiki bitmiş davam edicidə işlənsə düz götürərdim. Bəli, o da olar ha. Demək yoldaşlar, bax, iki dənə variantda keçmiş sadə var. Bir B-də, bir də Y-də var. Dolayısıyla Y variantı was left yazılan variant var ha. Məchun növdə yazıldığı üçün onu götürməyəcəm. Niyə? Çünki burada sağdan yazım mən yarısı. İngilis dilində leave nə deməkdir? Məncə hamı bilir. Tərk etmək. Tərk etmək. Bəs leave for nə deməkdir? Bilən varmı? Leave for isə getmək deməkdir. Getmək. Məncə bunu qeyd edin, vacib bir şeydir. Getmək deməkdir. Yaxşı, Azərbaycan dilində getmək feilini mətin növdə işlədə bilərsinizmi? Ya da tərk etməyi işlədə bilərsinizmi? İşlədə bilərsiniz. Məsələn, o onu tərk etdi, o tərk olundu filankəs tərəfindən deyə bilirik, düzdürmü? Amma bax, getməyi bəs işlədə bilərikmi? Yox. Məsələn, o Londona getdi. Londona getdirildi zat demirik ki. Londona getdi deyirik də. Məhz buna görə leave for feili var ha, birləşmə olaraq. Məchun növdə işlənməz. Ona görə bu variant deyil. Doğru cavabımız nə variantıdır? B variantı. Tərcüməsi də belə alınır ki, I have seen him only once since he left for London. Mən onu yalnız bir dəfə görmüşəm Londona gedəndən bəri. Doğru cavab B. Yaxşı, növbəti bir suala baxaq. A variantı. B variantı. Doğru cavab Y variantı. Gəlin belə baxaq. Bu last year var ha. Hansı zaman göstəricisidir? Last year. Keçmiş sadə. Sadə. Bəli, aferin sizə. Yoldaş, yadda saxlayın. Last'dır, ago'dur, yesterdədir. Bu keçmiş sadə zamanın, bax, keçmiş sadə zamanın göstəricisidir. Madəm elədirəm, A variantı had left, keçmiş bitmişdir. B-də had left, keçmiş, C-də has left, indi keçmişdir. Bu variantlar olmaz. Bunları silə getsin. Bunları çıxartdıq. Keçmiş sadə harda var? D-də var, Y-də var. Mən burada left yazaq. Yəni hər ikisində zaten left'im. İndi iki dənə variant var. Haven't met, bir də hadn't met. Amma burada nə yazıb? Since yazılıb. Yoldaşı, bayaqlar since-in qaydasını dedik də, düzdürmü? Nə dedik orada? Since-dən sonra hansı zaman işlənir dedik? Keçmiş sadə, qabağında isə nə işlənir? Bitmiş zaman. Yaxşı.
Bəs deyəsən müəllim, burada sinusdən sonra keçmiş sadə zaman deyilsə işlənir. Bəs hanı o cümlə? Yoldaş, o cümlə uzaqda deyil, elə gözünüzün önündədir. Həmin cümləni elə bir buradan siliblər, keçirdiblər əvvələ. Əvvəldə ayrıca cümlə olaraq deyiblər bunu. Sonra da burada since. Since nədir? O vaxtdan bəri, hansı vaxtdan bəri? Michael'ın keçən komandanı tərk etməsindən bəri biz onu görməmişik. Biz onunla görüşməmişik. Aydın oldu nə demək istədiyim? Yəni since-dən sonra keçmiş sadə zaman axtarırdınızsa, həmin cümlə bir də qarşıdakı bu cümlədir. Sadəcə elə bir burada bu cümləni keçirib əvvələ, əvəzinə burada zen yazıblar. Zen həmin cümləni göstərir. O vaxtdan bəri, hansı vaxtdan bəri? Michael'ın keçən komandanı tərk etməsi vaxtından bəri. Bura kimi aydındır yəqin ki. Müəllim Və qarışdırdım. Nəyə görə D variantı olmur? Had. deyəcəm, orasını deyəcəm. Bura kimi since bu zen o cümlənin yerində işləndiyini anladınmı sən? Bəli, yəni Zenə keçmiş I left on Zenə aid idi də. ISO, indi davam edir. Yəni bitirməmişəm. İndi o hissəyə də gələcəm. İndi sualı bax qayıdıram zaman sinsin qaydasına. Bax sinsindən sonra nə işlənir yoldaşlar? Keçmiş sadə, düzdürmü? Əvvəldə nə işlənir? İndiki bitmişdən keçmiş bitmiş zaman. Doğrumu? Biz qayda olaraq bayaq nə dedik? Sinsindən sonra keçmiş bitmiş zaman yazmaqdan ötürü nə lazım bizə? Əlavə üçüncü bir cümlə lazımdır. Əlavə cümlə lazımdır. Bir dənə bu cümlələrin gəlin bir daha fərqlərinə baxaq. Yəni buralar lazımsız hissələr təmizləyim. Müəllim, Bəli. üçüncü cümlə yazılmasa biz ona dəqiqliklə hədd not verə bilmərik də ona görə indiki. Bəli, Bitmiş ona görə. olmasın, hə. Hayır, ona görədir. Bax, bir dənə bu nümunələrin fərqinə bax. Biz Kevin'i 2000-ci ildən bəri görmürük. Hansı zaman yazıram? İndiki etmiş. Çünki oxad bax, xəttə bax. Hadisə gəlib ara çıxır günümüzə. 2000-ci ildən bəri görmürük. Yəni hələ də görmürük. Amma burada əlavə bir cümlə yazdığıma görə biz Kevinlə dünənlər görüşdük. Biz onunla 2000-ci ildən bəri biz onu görmürük, yox artıq görmürdük deyirəm. Yəni dünənə qədər görmürdük. Başa düşdünmü? Bu halda artıq nə işlətdim? Keçmiş işlətdim. Demək, bayaqki sualda da biz keçmiş bitmiş işlətmək üçün bizə nə lazımdır? Üçüncü bir cümlə lazımdır. Aydın oldu burası? İndi qayda o suala baxaq. Bu sualı da burasını təmizləyək. Və sincedən sonra bax keçmiş sadə gəlibmi? Gəlib. Həmin cümlə yuxarıda sadəcə yazılıb. Michael komandanı keçəni tərk etdi. O vaxtdan bəri, yəni o cümlə əslində bu cümlədir. İndi qabağında ya indiki bitmişə keçmiş zaman işlənə bilər. Amma burada üçüncü bir cümlə yoxdur deyə mən nə götürməyəcəm? Keçmiş götürməyəcəm. Nə götürəcəm? İndiki bitmiş zaman götürəcəm. Michael komandanı keçəni tərk etdi və o vaxtdan bəri biz onunla görüşməmişik. Yəni hələ də görüşməmişik. Cavab olacaq Y. Amma üçüncü bir cümlə olsaydı onda D götürə bilərdik. Məsələn, Michael komandanı keçəni tərk etdi. Biz onunla vaxtdan bəri görüşməmişdik. Nəhayət bu sabah küçədə qarşılaşdıq. Yəni bu sabaha qədər görüşməmişdik olacaq. Yəni onun üçün də təbii ki, üçüncü cümlə lazımdır. Bu suala baxaq. Dedim müəllim. B variantı. Yox, A variantı. Bax burada ego hansı zamanda yoldaşlar? Keçmiş zaman göstərir. Keçmiş sadə. Bəli. O zaman bitmişlərin hamısını silirəm. Bunlar getdi. Qaldı 2 dənə variantımız, düzdürmü? Üçüncü cümlədə olmadığına görə has not veririk. Ayso. Oğlumuz 3 həftə əvvəl Avstraliyaya getdi. Arrived. Və lakin o bizə hələ də yazmayıb. Hələ də yazmayıbsa, o zaman cavab nə olur? Hadisəni günümüzə cərəyan edir. Hələ də yazmayıb. Müəllim, orada yetə görə də götürmək olardı elə. Bəli, yetə görə də bitmiş inkar götürürsən. Şurası B də bitmiş inkardır, A da bitmiş inkardır.
Amma burada məsələ ondan ibarət ki, üçüncü cümlə olmayanda biz indiki bitmiş zaman götürürük. Oğlumuz 3 həftə əvvəl Avstraliyaya getdi, lakin o bizə hələ də yazmayıb. Hələ də gözləyirsən də. Amma hələ də yazmamışdı deməkdən ötürü gərək üçüncü bir cümlə olsun ki, yazsın. Yazsın ki, deyəsən ki, hələ də yazmamışdı. Nəhayət dünənləri xəbər verir ki, hər şey yaxşıdır. Mənim burada sens yoxdur, amma hələ də sözü var deyə eyni qayda ilə. Eyni qaydada işləyəcəksən. To use olanda onda but. Necə eşitmədim? Hələ də burada Bəli, hələ də elə since kimi işlədəcəyik, oradakı kimi, hə. Eyni anlamda. Üçüncü cümlə olmadığı üçün indiki bitmiş götürəcəyik. Sonra bu suala baxaq. burada hələ də to use'dur, onu soruşurdum. To use, Qarışdırdım. use Hələ deyil, də as, sözü. as diyor, bizi bizə deməkdir. Hə, bizə. İndi bu suala baxaq. 61. A variantı, hə. Yox, gəl belə deyək. Bu ego nə deməkdir? Əvvəl deməkdir. Hansı zaman göstəricisidir? Keçmiş sadə did olar. Bəli, keçmiş sadənin. Keçmiş sadə görə harda var? Have moved indiki Mənim etmişdir. B Had moved. variantı. Didə Bəli, görə də mov olubdu. bəli. Öz halına qayıdı. B ilə D variantı qalır. İndi burada since Bendən sonra bitmiş gəlməz, indiki bitmiş. yox, qulaq asın. Bax, keçmiş sadə bildik də. Egoya görə keçmiş sadə. Yoldaşlar, since when görürsə burada yadda saxlayın ki, when-dən sonra bitmişlər işlənməz. İndiki bitmiş işlənməz daha doğrusu. Amma since when-də isə tərsinə indiki bitmiş işlənər. Yəni burada since when görəndə təkcə when olsa indiki bitmişləri çıxarıq, amma since when olsa indiki bitmişi götürərik. Məhz buna görə yəni will olan yox, nə olan variantı, have noun olan variantı götürəcəyik. Bu da niyə görə belədir? Since when sizcə nəyin sualıdır? Bayaqları yazdığımız cümləyə baxın. Tutaq ki, bu cümləni götürək elə. Since when nəyin sualıdır? Since zaman zərfliyinin sualıdır. Tutaq ki, mən burada 2000-ci ildə sual versəm, necə verəcəksiniz? Deyir, biz Kevini 2000-ci ildən bəri görmürük. Nə vaxtdan bəri görmürük? Necə deyəsiniz? Since, düzdürmü? 2000-ə də nə deyəsən? When deyəcəksən. Nə vaxtdan bəri? Sonra have necə keçəcək qabağa? Haven't we seen Kevin? Sual. Yaxşı, indi burada since-dən sonra hansı, since when-dən sonra hansı zaman işləndi? Haven't seen, indiki etmiş zaman işləndi. Amma burada təkcə when olsaydı indiki etmiş işlənə bilməzdi. Amma since when olanda əksinə biz indiki bitmiş zaman yazırıq. O da nəyə görə? Çünki since-in qabağında axı nə işlənir? İndiki bitmiş zaman işlənir. Məhz buna görə since when olanda indiki bitmiş yazırıq, amma təkcə when olanda indiki bitmiş yazmırıq. Yəni, bu sualda da elə həmin şeydir. Since when yazıldığına görə burada nə götürəcəyik? İndiki bitmiş götürəcəyik. Doğru cavab D. Sonra növbəti. Y variantı. B variantı. Y. Y variantı. Qəşəng. Since-dən sonra hansı zaman işlənirdi? Sadə keçmiş dedik. Bəli. Harda var? Nə A-da yoxdur, nə B-də, nə C-də, nə D-də. Bir dənə Y-də var, moved. Bəli. Sadəcə budaq cümlə qarşı keçibdə. Normalda since biz ortada görürük axı. Götürüb qabağa keçirmişəm. Deyir, Lukas kəndə köçəndən bəri fermerliklə və balıqçılıqla məşğuldur. Əla. Yaxşı, bu suala baxaq. S variantı. Qəşəng. Bax, burada yoldaşlar nədir? Zaman budaq cümləsidir. Budaq cümləsi began hansı zamandır? Keçmiş sadə zaman. O zaman bu arada yəni bir qayda izahı burada bitdi. Yox da tam bitməyib bu arada. Zaman budaq cümləsi bitdi. Sadəcə təkrar
yenə başdan əlavə suallar yenə işləyirəm ki, mövzu tam yadda qalsın. Bax, budaq cümləmiz hansı zamanda? Begin keçmiş zamanda. O zaman baş cümlədə hansı zamanda işlənəcək? Keçmişdə. Madem eləsə, onda has indiki, will gələcək, has indiki getdi. 2 dənə variant qalır, fikir versəniz. Ya C-dir, ya da Y-dir. 2 saatdır dediyinə görə had been. Evet, 2 saat. Hə. 2 saatdır dediyinə görə sadəcə orada nə götürəcəyik artıq? Bitmiş davam edici götürəcəyik. Biz dərsin əvvəlinə qulaq asanlar varsa, orada sadə davam edici ilə bitmiş davam edicilərin fərqini izah elədik. Sadə davam edicidə hərəkət sadəcə davam edir. Amma bitmiş davam edicidə hərəkətin nə qədər müddət davam etməsi də göstərilir. Yəni bir var yağış yağmağa başlayanda atam sadəcə damı təmir edirdi desə, was repairingdir. Amma yağış yağmağa başlayanda atam damı 2 saat idi ki təmir edirdi deyirəmsə burada müddətlə, onda deyəcəm had been repairing. Çünki 2 saatını bitirib, amma hərəkətə yenə davam etdiyini göstərir orada. Bu sual aydındır hamıya? Qaranlıq qalan kimsə varsa desin. Mənim bu dərsi atasız qrupa başına qulaq asa bilməmişəm. Hə, atacağım. Yaxşı, davam edək. Növbəti suala baxaq. Burada nə olar? Olacaq müəllim. Necə? Olacaq. S. Yox. Dedim. Bəli. Dedim mən. Bəli. Bax burada yet olanda nə olur yoldaşlar? Bitmiş inkar. Bayaq dedik. Yet varsa bitmiş inkar. A bitmişdi amma inkar deyil. B bitmiş deyil. D bitmişdi amma inkar deyil. Bitmiş inkar ya S'də var, bir də Y-də var. Burada amma yazır ki, biz məktubu göndərə bilmirik. Çünki biz onu hələ də bitirməmişik. Cavab olacaq Y variantı. Amma mən burada yəni bitmiş inkar C-də, bir də Y-dədir, düzdürmü? Biz məktubu göndərə bilmirik can't. Çünki biz onu hələ də bitirməmişik indiki zaman. Amma burada can't yerinə birdən couldn't yazsaydım, onda cavab nə olardı? Couldn't. C variantı. O da C olardı. Niyə? Çünki biz məktubu göndərə bilmirdik. Keçmişdə deyirəm. Və çünki biz onu hələ də bitirməmişdik deyərəm. Onda hadn't finished olardı. Yəni couldn't olsa hadn't finished, sadəcə can't olduğu üçün haven't finished deyirəm. Qəşəng. Sonra bu suala baxaq. Hardasa bir 10 dəqiqəmiz var. C variantı. Nə variantı? C. D. C. D. Yaxınlaşırsan o deyil. Bax burada when zaman budağı cümləmizdir. Budaqda bax open keçmişdirsə, o zaman sağ tərəfdə nədə olmalıdır? Keçmişdə. Belə. Orada bütün indikiləri Aha, sildim. A variantı. Has getdi, is getdi, is getdi. Bunlar hamısı has getdi. Getdi. Qaldı 2 dənə variant. Sadəcə C variantının yanlış olma səbəbi məhsul növdə yazıldığına görədir. The rain was stopped. Yağış dayandırıldı. Yağışı kimsə dayandıra bilməz ki, bu təbiət hadisəsidir, özü dayanır. Ona görə cavab götürürəm A-nı. Mən pəncərəni açanda yağış dayanmışdı, had stopped. Lakin külək was blowing əsirdi. Yəni həmin anda əsirdi. Doğru cavab. Bu suala baxaq. Tez-tez deyim. Burada da zaman budağı cümləsidir. Yəni budağı cümlə nə işlənməz? Gələcəklə bitmişlər işlənməz. Gələcəkləri silirəm, getdi. Bitmişləri də silirəm, getdi. Doğru cavab A variant. Bəli, gələcək indiki. Sonra bura baxaq. Budaqda yenə gələcəklə bitmişləri neyniyək? Silək. Bax, has risen, will rise. Bunlar getdi. Aynen D qalır. Was risen məchul növdə yazılıb, amma rise feili yoxdur. Rise qalxmaq deməkdir. Qalxmaq feili məchul növdə işlənməz. Qalxmaq feili məchul növdə işlənməz. Üstəlik günəşi qaldırdıq və s. deyə bilmərik, mənasız olur. Doğru cavab A variantı. Biz dağın təpəsinə çatmışdıq, günəş çıxmamışdan öncə. Müəllim təkrar deyə bilərsiniz o sualı. Baxa, hə.
Burada budaq cümlə burada, Nuray. Budaq cümlədə gələcək zamanla bitmişlər işlənməz, düzdürmü? Evet. Burada budaqda gələcəyin bitmişləri silib. B-də has risen indiki etmişdi. Will rise gələcək zamandır. Will rise gələcək zamandır. Burada işlənməz. Bunları çıxırdım. Aynen D qalır. Was rising var ha. Was rising to be üstəyər feilin üçüncü forması məhsul növ yaradır. Və iş orası rise qalxmaq feili məhsul növdə işlənə bilməz. Yəni belə bir quruş ümumiyyətlə ingilisdə yoxdur. Qalxmaq feili məhsul növdə işlənmir. Doğru cavab qalır A variantı. Aydın oldu. Bu suala baxaq. Burada bir şeyi vurğulamaq istəyirəm. Əgər birdən 3 ya da 4 boşluqlu testlərlə qarşılaşsanız, bu halda hansı tərəfdən rahatdırsa oradan başlayın. Hökmən deyil birinci tərəfdən baxasınız. Məsələn, burada when olan tərəf budaq cümlə olan zaman budaq cümləsi olan tərəfdən baxsaq daha asan olar. Yəni bunu tutaq ki, lap belə ayrım. Yəni o hissədə uzlaşma qaydalarına baxaq. So keçmişdir, has indikidir, olmaz. Have indiki, had keçmiş olmaz. So keçmiş is indiki olmaz. So keçmiş tries indiki olmaz. Yəni burada uzlaşmanı ödəyən hansı var? Tək variant var. So keçmiş was trying keçmiş zaman. Aydın oldu. Sonra bura baxaq. Bu sualda isə yoldaşlar heç bir zaman zərfi yoxdur. Heç bir zaman bağlayıcısı da yoxdur. Sadəcə vergül və and var. Bu tipli cümlələrlə də tez-tez qarşılaşa bilərsiniz. Bu tipli cümlələrdə əgər hərəkət ardıcıl davam edirsə, qayda belədir. Hərəkət ardıcıl davam edirsə, sadə davam edir. Yox, tutaq ki, yenə hərəkət ardıcıl davam etsin. Hərəkət ardıcıl davam edir. Amma arada bir dənə hərəkət çıxır, o ardıcılığı pozursa, həmin hərəkət olur bitmiş zaman. Amma ardıcıldırsa, hamısı sadə zamanda işlənir. Və hamısı eyni zamanda işlənir. Ya hamısı indiki sadə olur, ya hamısı keçmiş sadə olur, ya da hamısı gələcək sadə olur. Amma bu tipli suallarda 90% hansı zaman çıxır? Hamısı keçmiş sadə çıxır. Yəni burada variantlara baxın, hamısının eyni zamanda işləndiyi variant, hamısının eyni zaman quruluşunda işləndiyi tək bir variant var. O da hansı variant var? C variantı. Tom uzun müddət gözlədi, sonra düşündü bir qədər və onun arxasıca qaçdı. Gözlədi, düşündü, qaçdı. Yəni görürsünüz, fikir verirsə necə hadisədir? Gözlədi, sonra düşündü, sonra arxasıca qaçdı. Bir-birinin ardıcan baş verirsə, bunlar hamısı eyni zamanda olur. Yəni sadə şəklində davam edir. Ya indiki, hamısı indiki sadə, ya keçmiş sadə, ya gələcək sadə olmalıdır. Variantlara da baxanda üçünün də eyni zamanda işləndiyi variant hansıdır? C variantı. Keçmiş sadə. Yəqin aydın. Müəllim, heç nə verilməyəndə həmişə bu qaydadan istifadə edirik yazaq. Bəli, heç nə verilməyəndə belə baxırsınız. Sonra başqa bir suala baxaq. Daha çox, yəni bu hissəyə baxaq. Bu da izah. Bunu əslində bayaqlar demişdik. Bir var by, bir də by the time anlayışı. Yoldaşlar, by'dan sonra zaman zərfi işlənər. Qabağında ya past perfect ya da future perfect işlənər. Məsələn, I had finished the report by 5 o'clock yesterday. Dünən saat 5-də hesabatı bitirmişdim. Yəni dünən saat 5-ə qədər bitirmişdim, keçmiş zaman. I will have finished the report by 5 o'clock tomorrow. Sabah saat 5-ə qədər hesabatı bitirmiş olacağam. Bu isə hansı zaman? Gələcəkmiş zamandır. Yəni burada by'dan sonra işlənən sayılır zaman zərfi. Bir də var by the time. By the time-da isə yoldaşlar nə işlənir? Cümlə işlənir. Yəni özündən sonra keçmiş sadə gələndə past perfect-nə uzlaşır. Amma present simple indiki sadə gələndə gələcək bitmişlə uzlaşır. Məsələn, I had finished the report by the time he arrived here. O bura çatana qədər hesabatı bitirmişdim. Ya da I will have finished the report by the time he arrives here. O bura çatana qədər hesabatı will have finished bitirmiş olacağım. Bu isə gələcəkmiş zamanı sayılır. Amma burada əslində bu qaydaları testlər üzərindən çıxarda bilirsiniz. Burada bir önəmli məqam var. Onu sizə demək istəyirəm ki, fikir verirsiniz yoldaşlar. By ya da by the time olan zaman
Ya keçmiş, bitmiş, ya gələcəkmiş zaman işlənir. Amma hansı bitmiş işlənmir? Bir dənə qalır da indiki bitmiş işlənmir. Doğrumu? Ya keçmiş, ya gələcək bitmiş işlənir. Amma hansı işlənmir? İndiki bitmiş işlənmir. Yəni buradan sizə demək istədiyim odur ki, by the time ya da ki by üstə zaman zərfi gördüyünüz testlərdə hansı zaman işlətməliyik? İndiki bitmiş zamanı işlətməliyik. İndi belə bir sualımız var. Və burada da by qeyd olunub gün ortaya qədər. İndi siz cavabı tapın elə. A variantı. Y variantı. Y variantı. Əslində burasını düz tapmışdı. Birinci səhv. Yoldaşı by olan yerdə hansı bitmiş işlənməz? İndiki bitmiş işlənməz. Məhz B Keçmiş. və C variantlarını çıxıram. Bunu sildim. Sonra adi uzlaşma qaydalarına baxıram. Deyir günortaya qədər yağış dayanmışdı, külək əsirdi, səma qara buludlarla örtülmüşdü. Burada fikir versə hadisələr üçü də eyni zamanda cərəyan edir. Bax, A variantı had keçmiş, blue keçmiş, covers indiki. Keçmiş, keçmiş, indiki. Burada covers uzlaşmanı pozur. Bu da 7. D ilə Y variantı qalır. Bu D variantı was stopped məhcun növdə yazılır. Buna uyğun bayaqlarda sual var idi. Yağış dayandırıldı deyə bilməzsən. Yağış özü dayanır. Yəni was stopped dayandırıldı anlamına gəlir ki, yanlışdır. Bu da 7. Doğru cavab qalır Y. Günortayadək yağış dayanmışdı, lakin güclü külək was blowing əsirdi. Səma da qara buludlarla örtülmüşdü. Üçü də eyni zamanda. Müəllim, bu stop da ola bilərdi, rain olmasa. Yəni yağış olmasa. Bəli, başqa bir şey olsa ola bilər, dayandırıldı deyə bilərsən. Hə, keçmiş bitmiş olduğuna görə düzdür. Aha, elədən. İndi bax, zamanlarla bağlı biz son bir hissəyə baxaq. Bax, testlərdə bəzən belə bir şeylə qarşılaşa bilərsiniz. Hardly when, scarcely when, barely when, no sinəzən bağlayıcı. Yoldaşlar, bu bağlayıcılarda dibin illərdir dəyişməyən bir qaydası var. Birinci tərəfə past perfect yazırlar. İkinci tərəfə past simple yazırlar. Qısa, konkret. Yəni, bunu gördünüzsə, bunu götürə bilərsiniz. Yəni, problem yoxdur. Və bu bağlayıcılar nə bağlayıcılar sayılır? İnkar bağlayıcıları bu arada sayılır. Və bəzən belə bir şeylər eləyirlər. Bunu deyim. Bax, hardly'dir, barely'dir və scarcely'dir. Bunlar when ilə işlənir, fikir verirsiniz. Amma no-su nə isə nə ilə işlənir? Than ilə işlənir. Birdən gəlsə hardly than yazarlar, olmaz. Ya da no-su nə when yazarlar, olmaz. Yəni, burada necə yazılıbsa qurulur, elə olmalıdır. Yaxşı, bunların birinci tərəfdə past perfect işlənəcək, ikinci tərəfdə past simple. Bitdi. Gəlin də sual üzərindən baxaq. Nə olar sizə cavab? B variantı. Bəli, B variantı. Asandır. Amma gəlin bir şey deyim. Yəni, hardı when-i görən kimi, yəni birinci səhvə keçmiş, bitmiş, ikinci səhvə keçmiş sadə yaza bilərsiniz. Amma tutaq ki, bu qaydanı heç bilməsəniz və əslində heç bilməyinizə də ehtiyac yoxdur. Amma bilməsəniz, test işləyə bilərdik mi? Bəli, işləyə bilərsiniz. Bayaqdan zaman uzlaşmaları öyrənibsiniz. O nə idi? Və burada when-dən sonra gələn hansı zamandır? Dropped, keçmiş zaman. O zaman bu tərəf hansı zaman olmalıdır? Keçmiş zaman. O zaman is olmaz, has olmaz, will olmaz. Gördük mü? Qaldı A ilə B. A variantında da burada did-i qabağa keçirəndə did you finish it deyirsən, yoxsa did you finish deyirsən? Did you finish deyirsən. Ya da did she finish it deyirsən, yoxsa did she finish deyirsən? Finish deyirsən. Yəni id nə olur orada? Düşür. O zaman bu da deyil, doğru cavab qalır B. Bu qədər sadə. Tərcüməsi belə olunur ki, o təmizliyi bitirməmişdi ki, qızı dondurmanı yerə saldı. Və yoldaşlar, gəldik son hissəyə, tamamlıq bu da cümləsi.
Tamamlı budağı cümləsi qısa və asan bir hissədir. Tamamlı budağı cümləsində əgər baş cümlə indiki zamanda işlənərsə, budağı cümlədə keçmiş, indiki və gələcək zamanlar hamısı işlənə bilər. Yox, əgər keçmiş zamanda işlənərsə, budağı cümlə ancaq keçmişlər olar. Təbii ki, bu demə görə ayarlanmış bir qaydamızdır əslində. Məsələn, nümunəyə baxsa, I know what happened yesterday. Mən bilirəm, dünən nə baş verdi. I know what has happened today. Mən bilirəm, bugün nə baş verib. I know what will happen tomorrow. Mən bilirəm, sabah nə baş verəcək. Baxın, yoldaşlar, bunun tamamlı budağı cümləsi olduğunu hardan da anlaya bilərsiniz? Sual ver. Mən bilirəm, sual verin, nəyi? Nəyi sualını aldınızsa, bu nə olur? Tamamlıq. Əla. Yəqin ki, bunu çətin olası deyil. Və fikir versə, bilirəm hansı zamanda bilirəm, indiki zamanda yazılıbsa, bax görürsünüzmü? Budağı cümlə həm keçmişdə, həm indiki, həm gələcəkdə işlənə bilər. Bilirəm dünən nə baş verdi, bilirəm bugün nə olub, bilirəm sabah nə baş verəcək. Bütün zamanları yaza bildik. Bu qədər sadə. Amma bilirdim desəm, yoldaşlar, I knew desəm, bilirdim desəm, onda bildiklərim də ancaq nələr olacaq? Keçmişlər olacaq. Məsələn, bilirdim onun başına nə gəlmiş olduğunu. Keçmiş olacaq. Amma bir dənə burada istisna bir məqam var. Düzdür, indiki zaman bütün zamanlarla keçmiş, indiki, gələcək bütün zamanlarla uzlaşır. Amma bir dənə bir şeyi məqamı unutmayın. Burada istisna var. Yadda saxlayın ki, had verb keçmiş, bitmiş, had verb 3 ancaq uzlaşacaq keçmiş ilə. Keçmiş ilə. İndiki ilə uzlaşmaz. Bu bir qeydimizdir. Bunu nəzərdə saxlayın. Sonra ikinci, bunu bayaqlarda əslində dedim. Shall, will hansı zamanla uzlaşacaq? İndiki ilə. Amma keçmiş zamanla nə uzlaşacaq yoldaşlar? Should, would, yəni would uzlaşacaq. Çünki would hansı zamanda keçmişə nəzərən gələcək zamandır. Amma shall, will isə hansı zamandır? İndikiyə nəzərən gələcək zamandır. Bu da ikinci bir qeydimiz. Bax, bunu unutmayın. Yəni, nə olsun deyir, indiki zamanlar bütün zamanlarla uzlaşır. Amma da orada keçmiş, bitmiş, bir də would istisnadır. Çünki keçmiş, bitmiş ancaq keçmişlə, would da ancaq keçmişlə uzlaşır. Qalan hamı hər şeylə uzlaşa bilər. Bu tamamlığa sual verən doğrudur müəllim. Bəli, tamamlıq budağı cümləsinə aiddir. Yaxşı, bunu qeyd edilsə, indi başqa bir şey deyim. Yoldaşlar, tamamlıq budağı cümləsi bu qədər sadədir. Amma burada tamamlıq budağı cümləsində bizi çaşdıracaq bir məqam olacaq. O da nədir? When və if ilə bağlıdır. Çünki biz when-i harda gördük? Zaman budağı cümləsində. If-i harda gördük? Şərt budağı cümləsində. Nə şərt və nə də zaman budağı cümləsində, nə when-dən, nə də if-dən sonra biz nə işlətmirdik? Gələcəkləri işlətmirdik, düzdürmü? Yəni, when-dən sonra gələcəkləri çıxırdıq, if-dən sonra gələcəkləri çıxırdıq, düzdürmü? Amma problem nədir? Problem ondan ibarət ki, when-lə if eyni zamanda tamamlıqda da işlənə bilər. Lakin tamamlıqda işlənən zaman when-dən sonra gələcək zamanlar işlənə bilər. Və hətta, belə deyim, özündən sonra bütün zamanlar işlənə bilər. Və when-lə if tamamlıq budağı cümləsi işlənən zaman mənaları da dəyişir. Zamanda mənası and and olur when-in, amma tamamlıqda nə vaxt, nə zaman. Sonra şərt budağı cümləsi if-in mənası əgər olur, amma tamamlıqda ki mənasına gəlir. Baxın, nümunə verim. I wonder when they will come. Mən bilmək istəyirəm, onlar nə vaxt, nə zaman gələcəklər. Nə vaxt, nə zaman gələcəklər. Bax, burada when-dən sonra gələcək işlətdik. Problem yoxdur. Çünki bu zaman budağı cümləsi deyil. Ya da if-dən sonra da gələcək işlədə bilərəm. I wonder if they will come. Mən bilmək istəyirəm ki, onlar gələcəklərmi? Burada if-in mənası fikir versə nə olur? Ki. Mən bilmək istəyirəm ki, onlar gələcəklərmi? Bu halda gələcək yaza bilərəm. Demək ki, when-dən və if-dən sonra gələcək zaman ancaq harda işlənəcək? Tamamlıq budağı cümləsində. Zamanla şərtdə işlənməz. Yəni, burada sizin öhdənizə bir şey düşür ki, yəni cümlənin tipini müəyyən etmə. O da oxuyub sual verərək fərqləndirə bilərsiniz. Və təbii ki, baş cümlə indiki yox, keçmiş olsa bu halda will yerinə would yazacaqsınız. O mənə dedi,
onların bizə nə vaxt qoşulacağını dedi. Dedi keçmiş olduğu üçün artıq will yerinə would yazırıq. Bunu da nəzərinizdə olsun. Baxın, suallar üzərindən baxaq. Nə olar sizə bu sualın cavabı? B variantı. B. Bəli. Az keçmiş zamandır deyə sağ tərəfdə nə olacaq? Keçmiş olacaq. Burada fikir verirsə, hamısı indiki gələcəkdir. Keçmişlə uzlaşan tək yeganə hansı var? Would var. Biz soruşduq ki, Tom bizim şirkətə qoşulacaqmı? Belə tərcümə olunur. Sonra burada Will come müəllim. yox, burada new hansı zamandadır? Keçmiş olduğu üçün S olacaq. Bəli, now indiki deyə zamanda yazılır. Düzdürmü? New keçmiş zaman forması. Bu keçmişdir deyə sağ tərəfi də nəyə çevirir? Keçmiş. Keçmişə. O da has indiki, is indiki, has indiki. Will Would. indiki ilə uzlaşır, amma keçmişlə hansı uzlaşırdı? Would. Would come. Aydındır? Sonra burada Asked. bəli. Bayaq bir şey dedim. Keçmiş, bitmiş zaman ancaq nə ilə uzlaşacaq? Keçmişlə. Bu da hansı variantda var? D-də var. Burada tell indiki zamandır. E variantı müəllim. Told keçmiş zamanıdır. Hansı variant? Y. Bəli, aferin. Və told keçmişdirsə, dedi keçmişsə is yox, nə olardı? Was. Told keçmişsə comes yox, nə olardı? Came. Told keçmişsə will yox, nə olardı? Would. Yəni told keçmişsə will yox, nə olardı? Would. Were told keçmiş, would da keçmişə nəzərən gələcək zaman uyğun gəlir. Və tərcüməsi belə olur ki, bizə deyildi ki, qatar onda gələcək. Qatar onda gələcək bizə deyildi. Əla. İstifadədir. Buna baxaq. D variantıdır. Nə? D. D, bəli. Və burada I was sure, mən əmin idim. Əmin idim keçmiş zamandırsa, o zaman sağ tərəfdə nə də olmalıdır? Past keçmişdə. Has getdi, will getdi. Ya adı ya da dedi. Amma burada nevə görürsünüz ki, necə nə bildirir? İnkarlıq bildirir. O zaman ikinci bir inkar yazmaram. Cavab nə qalır? D variantı. Mən əmin idim ki, o əvvəl burada heç zaman görülməyib. Yəni əvvəl burada olmayıb demək istəyir. Belə yoldaşlar, zamanla bağlı sual izahlarımız bu qədər. Və zaman budağı cümləsi şərt və tamamlıq budağı cümləsinin uzlaşma qaydalarını bu qədər və bunların qayda izahlarını PDF olaraq mən yenidən qrupa göndərəcəm. Oradan qrupa baxa bilərsiniz. O qaydaları yaxşı olar ki, öyrənmək istəyirsinizsə dərindən. Əslində 2-3 dənə qeyddir. O qeydləri dəftərə yazaraq öyrənə bilərsiniz. Yəni onları dəftərə köçürdün, sərgəli şəkildə. Sonra isə testləri başlayın işləmə. Testləri işlədikcə artıq tam yadda qalacaq. Yenə də qaranlıq nəsə olsa soruşa bilərsiniz. Çətin bir şey yoxdur. Müəllim, testlər edirsiniz. Dim